أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين وصلى الله على سيدنا Muhammed və alihi الطاهرين. Salam hörmətli tamaşaçılar, hər vaxtınız xeyir olsun. Həcc məsələlərində biz ötən verilişlərimizdə yetişdik təvaf bölməsinə. Müqəddimə ünvanı ilə diqqətinizə çatdıraq ki, bildik biz həcc ümumiyyətdə iki hissədən ibarətdir. Onun birincisi təməttu ümrəsidir, bizə nisbət əlbəttə, misal üçün Azərbaycanlılar kimi. Çünki bildiyiniz kimi bəzi Məkkəyə yaxın olanların həcci bir miqdar fərq edir bizim həccimizdən. Bizim həccdə birinci ümrədir, təməttu ümrəsi və həccdən öncə yerinə yetirilməlidir. Biz bunun barəsində bir miqdar danışdıq və dedik ikincisi həccdir, təməttu həcci. Amma təməttu ümrəsinin barəsində dedik 5 əməl vardır. Onun birincisi ehramdır, ikincisi təvafdır, Allahın evini ətrafına fırlanmaq. Üçüncüsü təvaf namazıdır, dördüncüsü Səfa və Mərvə arasında səy etməkdir, gedib qayıtmaq 7 dəfə. Beşincisi təqsirdir, saçımızdan bir miqdar kəsmək. Bunun birincisinin barəsində danışdıq, ehramın barəsində danışdıq və söhbət etdik. Məlum oldu ki, ehram bağlamaq baxımından həcc və ümrənin ehramı məkan baxımından fərq edir. Həccdə, ümrədə 5 miqat vardır ki, o miqatlardan, müəyyən yerlərdən, yəni hərəmdən kənardır. Hərəmə daxil olmamış o miqatlardan ehram bağlamaq lazımdır. Amma həccdə inşallah deyəcək ki, və bəzi söhbətlərimizdə də bəyan etdik ki, hərəmin daxilində bağlanır ehram. Amma çox yerlərdə müştərəkdir ümrənin ehramı ilə həccin ehramı. O cümlədən ehram bağladıqdan sonra hacıya 30-a yaxın əməl haram olur, fərq etmir, ümrənin ehramı olsun, həccin ehramı olsun. Bu barədə söhbət etdik. Amma ikinci əməl ümrə üçün təvafdır. Allahın Kəbə evinin ətrafında 7 dəfə fırlanmaq. Bu həm keyfiyyət baxımından, həm şərt baxımından İstər ümrənin təvafı olsun və ya həccin təvafı olsun, bərabərdir. Ona görə də biz bu bölmədə müştərək şəkildə danışırıq. Təvafın bir sıra məsələləri barədə ötən verilişimizdə sizə bir sıra mətləblər çatdırdıq. Amma görək təvafın vacib əməlləri nədir? Təvafın vacib əməlləri iki hissədən ibarətdir. Təqribən namaza oxşardır. Yəni bu bölümlərdə. Bir sıra vaciblər təvafdan qabaqdır. Bunlara təvafın müqəddəmələri deyilir. Necə ki, bir sıra vaciblər namazdan qabaqdır. Dəstəmaz almaq lazımdır namazdan qabaq. Libasımız pak olmalıdır, bədənimiz pak olmalıdır, boynumuzda qüsul varsa verilməlidir. Bunlar namazın vaciblərindəndir, lakin şərtlərdən sayılır. Namazın keyfiyyətinə aidiyyəti yoxdur. Təvaf da bu cürdür. 5 əməl təvafda vacibdir və təvafın xarici şərtlərindəndir və təvafdan qabaq bu 5 şərt yerinə yetirilməlidir. Bunlar barəsində söhbət olunacaq, amma bir neçə şərtlər də namazın, təvafın keyfiyyətinə aiddir. Təvafın daxilində olan hətta bəziləri şərt kimidir. Necə ki, namazın daxilində bir sıra şərtlər vardır, bir sıra keyfiyyətlər vardır. Bəs bir sözlə, təvafın vacibləri iki hissədən ibarətdir. Onların 5-i müqəddəmə ünvanı ilə təvafdan qabaq riayət olunmalıdır. Bu birinci vacib. İkinci vacib təvafın daxilinə aiddir ki, sonradan söhbət olunacaq. Amma müqəddəmi baxımdan vacib olan əməllərdən biri niyyətdir. Niyyət təvafdan qabaq olunmalıdır. Təvafı başlamadan öncə niyyət olunmalıdır.
Niyyət barəsində biz namazın barəsində danışmışıq, eşidibsiniz, özünüz oxuyubsunuz. Çox yerlərdə bütün ibadə əməllər niyyətsiz olmaz. Və həmçinin bunu bilirsiniz ki, niyyətdə qəsd-i qürbətdən əlavə ixlas da lazımdır. Yəni, mən 2 rəkət sübh namazı qılıram, vacib, qürbətən illallah. Bu niyyətdən əlavə ki, buna qəsd-i qürbət deyirlər, təvafda da bu cürdür, təvaf edirəm. Vacib, qürbətən illallah əgər bu vacibdirsə, müstəhəb deyilsə. Müstəhəbdirsə, ümumiyyətlə qürbətən illallah. Buna qəsd-i qürbət deyirlər. Amma ümumiyyətlə bütün ibadətlərdə qəsd-i qürbət niyyətindən əlavə ixlas da şərtdir. Yəni, bu əməl bütövlükdə Allaha xatir olmalıdır. Əgər başqaları burada dəxaləti olarsa, niyyətimdə əməl batildir. Günahı da böyük günahdır. Bu belə. Çünki bu niyyət barəsində söhbət çox olunub və adətən də çox eşidibsiniz, özünüzün də yaxşı məlumatınız var. Bu barədə çox söhbəti uzatmaq istəmirik. Amma ikinci şərt niyyətdən sonra təharət hasil etməkdir. Əlbəttə, tərtib baxımından niyyət təbii ki, bunlardan təvafdan bir an öncə olacaqdır. Amma bunun məsələsi tam xülası olduğu üçün mən bunu birinci şərt kimi dedim. Amma ikinci şərt təharət hasil etməkdir. Yəni, ruhi təharət. Buna terminoloji baxımından deyirlər hədəsdən təharət hasil etmək. Amma libasımı və bədənimi təharət hasil etmək üçün ona deyirlər xəbəsdən təharət hasil etmək. Hal-hazırda birinci təharətdən söhbət edirik. Yəni, dəstəmaz və qusuldan. Necə ki, namazda mənim boynumda qusul olarsa, qusul verməliyəm, namaz qılmalıyam. Dəstəmazım yoxdursa, dəstəmaz alıb namaz qılmalıyam. Təvafda da eyni o cürdür. Qusullu və eləcə də dəstəmazsız təvaf etmək olmaz və təvaf batildir. Əgər biri bilərəkdən və ya bilmədən təvaf edərsə, bu şərt riayət olunmasın, təvafı batildir. Necə ki, namazı batildir. Əgər bir nəfər qusullu şəkildə bilmədən namaz qıldı, namazı batildir. Mən burada bunu xatırladıram ki, təvafın çox əməlləri namazla çox yaxın oxşarlıqları vardır. Amma burada bir istisna vardır. O da bundan ibarətdir ki, müstəhəb təvafda, İnşallah bunun barəsində ola bilsin bir-iki məsələdə sonradan söhbət edək. Müstəhəb təvaf nə vaxt edə bilərik biz? Müstəhəb təvafda təharət hasil etmək şərt deyil. Yəni, lazım deyil dəstəmaz alam. Bəs dəstəmazsız bilərəkdən mən müstəhəb təvaf yerinə yetirə bilərəm. Lakin bizim söhbətimiz vacibi təvafdadır. Lazımdır dəstəmaz alam. Amma qusullu necə? Aya, müstəhəb təvafda qusullu edə bilərəm təvaf edən? Buyururlar, əslində müstəhəb təvafı qusullu etmək olar. Lakin maniyəsi vardır. Maniyəsi də bundan ibarətdir ki, Məscid-ül Həramdır, məsciddir, qusullu məscidə girmək olmaz. Bəs nə mənası var biz bir tərəfdən deyək ki, qusul şərt deyil, qusul almaq müstəhəb təvafda. Bir tərəfdən deyirik ki, məscidə daxil olmaq olmaz. Bəs nəticəsi budur ki, qusul alaq girək. Bəli, düzdür, lakin bir yerdə fərq edir. Əgər bir şəxs bilmədən qəflət edib, boynunda qusl olduğunu yadından çıxarıb, təvaf edərsə müstəhəb təvaf sonradan məlum olarsa, təvafı səhihdir. Yəni, bir müstəhəb təvaf yerinə yetirmişdir. Təvaf səhihdir. Səmərəsi burada hasil olur. Bəs müstəhəb təvafı hal-hazırda üzərində söhbət etmək istəmirik. Söhbətimiz vacib təvafdadır ki, dedik, lazımdır, dəstəmaz alınsın, boynunda qusl varsa, qusl versin. لبيك لا شريك لك لبيك إن الحمد والنعمة لك والملك لا شريك لك لبيك لبيك لا شريك لك لبيك إن الحمد والنعمة لك والملك لا شريك لك لبيك. Əgər bir şəxsin vəzifəsi təyəmmümdür, vacibdir, yəni təyəmmüm etsin, təvaf etsin. İstər qusl əvəzinə təyəmmüm olsun, ya dəstəmaz əvəzinə təyəmmüm olsun. Eyni namazda olunan söhbət kimi ki, bu şərtlərdə riayət olunmalıdır. Təyəmmümün öz şərtləri var, hər yerdə təyəmmüm etmək olmaz. Onlardan da biri bundan ibarətdir.
mən vaxtın axırına qədər gözləyirəm və görürəm ki, artıq su tapa bilmədim və ya mənim boynumda olan üzr aradan getmədi, o cürə təəmmüm edib namaz qılıram. Yəni, imkanım olmadı su üçün. Bu, namazda belədir. Təvafda da bu cürdür. Təvafın müəyyən vaxtı var. Biz ötən verilişimizdə demişik ki, əgər ümrənin təvafıdırsa, Zilhəccə ayının 9-unun zöhrünə qədər gərək həm təvaf oluna, həm təvafın namazı qılına və ümumiyyətlə ümrənin əməlləri qurtara ta mən və ya siz edə bilək ki, zöhr əzanı vaxtı artıq daxil olaq, gedək Ərəfata tərəf, Ərəfata. Bu vaxta qədər onun vaxtıdır. Əgər vaxt təngliyinə qədər gözlədim, gördüm, imkanım yoxdur, mənim bir miqdar vaxtım qalıb, eləyə bilərəm, ümrənin əməllərini yerinə yetirəm. Artıq orada təəmmüm edəcəyəm. Və ya qabaqcadan bilirəm, qoca kişi təsəvvür edin, bilir ki, bunun vəzifəsi elə evdə də 5 ildir, 10 ildir təəmmümdür. Buna su zərər edir. Artıq vaxtın tənglik növbəsini gözləməyə ehtiyac yoxdur. Qabaqcadan məyusdur bu şəxs. Elə orada təəmmüm edəcəkdir, namazı, təvafını yerinə yetirəcəkdir və elə o təəmmümlə təvafının namazını da qılacaqdır. Həmçinin vəzifəsi cəbirə dəstəmazı və ya cəbirə quslu olan şəxs. Əgər vəzifəsi həqiqətdə cəbirə dəstəmazıdır və ya cəbirə qusludursa, cəbirə dəstəmaz alacaqdır, cəbirə quslu edəcəkdir, onunla namaz qılacaqdır. Amma cəbirə dəstəmaz nədir? Cəbirə quslu nədir? Artıq bizim söhbətimizdən xaricdir və vaxtımız buna imkan vermir. Xülasə şəkildə bundan ibarətdir ki, insanın bədəninin bir hissəsində, əgər qusulla nisbət biz danışsaq, bütövlüklə bədən nəzərdə tutulur. Dəstəmaza nisbət danışsaq, dəstəmazın üzvlərində üz, qollar, başın üzəri, ayaqlar. Burada bir yara olarsa və ya sınıqlıq olarsa, onun üzəri müəyyən bir parça ilə bağlanarsa və ya müəyyən bir dərmanla örtülərsə, o örtüyə cəbirə deyilir. Ki, onun xüsusi hökmləri var. Orada nə etməliyik? İnşallah bunun təfsilatını bilmək üçün Risaləyə müraciət etmək lazımdır ki, biz də dəstəmaz bölməsində bunun barəsində geniş şəkildə söhbət etmişik. Əgər bir şəxs təvafın əsnasında dəstəmazı batil olar, bunun vəzifəsi nədir? Buyururlar, əgər bunun dəstəmazının batil olması 4-cü şout tamam olduqdan sonra olarsa, biz dedik ki, təvaf tərifində dedik 7 şoutdan ibarətdir. 7 dəfə Allahın evinin başına fırlanmaqdır ki, hər bir fırlanmağa şout deyilir. Yəni, bu Həcərül Əsvəd deyirlər, Allahın Kəbə evinə birləşib, yapışıb, sol çiynimiz, cinağımız, tərəfimiz o səmtə olacaqdır və oradan fırlanırıq, gəlirik. Ora yetişəndə yenidən bir dövr sayılır ki, buna bir şout deyirlər. 7 dəfə bir təvaf sayılır. Buyururlar, əgər bunun dəstəmazı təvafın arasında, yəni bu 7 şoutun arasında batil olarsa, bu şəxsin vəzifəsi nədir? Cavab budur ki, əgər 4 şout tamam olduqdan sonradır, təsəvvür edin, 4 dəfə fırlanıb, yəni 4 dəfə bu Həcərül Əsvədə ötüb keçib. 5-dədir, 6-dadır və ya 4-ü qurtardıqdan sonradır hər halda. Orada təvafını kəsəcəkdir, gedib dəstəmaz hasil edəcəkdir, təharət hasil edəcəkdir və qaydacaqdır onun davamını. Əgər 5-ci şoutda olubsa, 5-ci şoutu davam edəcəkdir. 4-cü şoutdadırsa, 4-cü şoutu davam edəcəkdir. Yəni 5-ə başlayacaqdır və s. Hansı yerdə qalıbsa, fərq etmir. Ola bilsin 4 şout yarım gedib. Gəlib o yarımdan başlayacaq 5-ci şoutu. Amma əgər 3 şout və yarımdan qabaq baş verib, hələ 3 şout və yarım getməyib. Misal üçün 3 şout gedib, 2 şout gedib, 3 şout yarıma çatmayıb ümumiyyətlə. Buyururlar burada təvafını kəsəcəkdir, gedib təharət hasil edəcəkdir, sonradan gəlib təvafı əvvəldən başlayacaq. Nəinki onun davamını. Amma əgər 3 şout yarımdan sonra və 4-cü şouta çatmadan öncə, yəni 4-cü şout hələ tamam olmadan qabaq
bunun dəstəmazı pozularsa, bunun vəzifəsi budur. Təvafını kəsəcəkdir, gedib dəstəmazını alacaqdır, təharətini hasil etdikdən sonra gələcəkdir, o kəsdiyi yerdən davam edib, kamil 7 təvafını, yəni neçədə qalıb sayını özü bilir. Yəni 3 yarımdan sonradır, yəni hələ 4-cünü təbii ki, davam etməlidir. 4-cünü kamil edəcəkdir, 5, 6, 7 qurtardıqdan sonra yenidən əvvəldən ehtiyat niyyəti ilə bir kamil təvaf yerinə yetirəcəkdir. Yəni 7 şovt yenidən fırlanacaqdır. Tam xülasə təkrar edirəm. Əgər bunun dəstəmazı 4 şovtdan sonra batıl olarsa, gedib təvafı kəsib, dəstəmaz alıb, gəlib qaldığı yerdən davam edəcəkdir. Bu bir. Əgər 3 şovt yarımdan qabaq dəstəmaz batıl olursa, təvafı kəsir, dəstəmaz alır, təharət hasil edir, gəlir, yenidən təvafı əvvəldən başlayır. Əgər bunun təvafı 3-cü surət, 3 şovt yarımdan sonra və 4-cü şovt tamamlanmadan öncə olursa, təvafını kəsir, dəstəmazını alır, təharətini hasil edir, qayıdır, qaldığı yerdən davam edib 7 şovtu bütövlükdə bitirdikdən sonra yenidən bir 7 şovt, yəni bir təvaf yerinə yetirməlidir. Bu da təvaf arasında əgər hədəs baş verərsə, dəstəmaz batıl olarsa onun hökmü. Amma əgər bir şəxs təsəvvür edin təvafın xaricində, əslində təharətin hasil edib etməməsində, yəni dəstəmaz alıb almamasında, qusul edib etməməsində şəkk edirsə, vacibdir gedib dəstəmazını alsın, qusul var idisə boynunda qusulunu alsın, namazlı olduğu kimi. Amma əgər dəstəmaz alıb və ya qusul verib, bunun özündə şəkk edirsə, bu batıl olub, olmayıb, səhih olub, olmayıb, ona etina etməyəcəkdir, bu təharətli sayılır. Əgər bunun təharətin əsl alıb almamasında, əsl dəstəmazı alıb almaması təvafdan sonra olarsa, baxın, belə quraq məsələni. Mən şəkk edirəm ki, dəstəmaz aldım, almadım. Bir dəfə budur ki, bu mən təvafdan öncəyəm. Təvafdan öncə şəkk edirəm. Dəstəmaz aldım, yoxsa almadım. Vacibdir, dəstəmaz alam. Qusuldursa qusl edəm. Bir vaxt təvafdan sonra şəkk edirəm ki, dəstəmaz almışam, almamışam. Buyururlar, təvaf səhihdir. Sonrakı əməllər üçün dəstəmaz almalısan. Dəstəmaza ehtiyacı olan əməllər üçün dəstəmaz almalısan. Misal üçün, təvafın namazı üçün gərək dəstəmaz alam. Bir də vardır ki, təvafın əsnasında mən şəkk edirəm. Təvafın əsnasında şəkk edirəm ki, mən dəstəmaz almışam, yoxsa almamışam. Burada vacibdir təvafı mən kəsim və gedim təharət hasil edim və gəlim təvafımı əvvəldən başlayım. İnşallah növbəti söhbətimizdə təvafın 3-cü şərtini deyəcək ki, xəbəsdən təharət hasil etməkdir. Yəni, həm libasımız, həm bədənimiz pak olmalıdır. Bunun da bir sıra təfərrüatlı məsələlər vardır ki, inşallah gələn verilişimizdə bu barədə olan məsələləri sizin diqqətinizə çatdıracağıq. Bununla da bizim verilişimiz burada sona yetir. Diqqətinizə görə təşəkkür edirik. Sağ olun, sağlıqla qalın. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.